Dostlar salam. Bu videoda sizə Honor'un yenilənmiş X7 seriyasından X7D smartfonunun icmalını edəcəm. Qutu açımı ilə başlayayım. Bu qızılı rəng smartfonumuz. Altındakı qutuda sənədləri, silikon kablosu və sim yuva iynəsi var. Ağ rəng Type-C USB naqil və 35.2 W'lıq sürətli yığan adapter başlığı qutu içəriyindən çıxır. Smartfonla yaxından tanış olaq. Honor X7D'nin önündə tək kamera və qulaq spikeri, üstündə mikrofon və işıq sensoru, sağında səs və güc düymələri, altında spiker, Type-C giriş, mikrofon və sim yuvası, solunda köməkçi düymə, X6C'də olan özəllikləri daşıyır. Arxasında 2 kamera və tək flash işıq yerləşdirilib. Çərçivəsi və arxası plastik materialdandır. 3 rəngdə satışa buraxılır. Ekran 6.77 inç HD Plus 120 Hz'lik TFT LCD paneldən ibarətdir. Cihazın ölçülərini və çəkisini qeyd etmişəm. IP65 sertifikasına sahibdir. Yağışda su keçirməyəcək. Honor X7D'nin sistemi Android 15, arayüzü MagicOS 9.0'dır. Ümumi parametrlər buradadır. Honor RAM Turbo sayəsində əlavə 8 GB RAM gəlir. Cihaz bağlantısında NFC və TV-yə hava ilə görüntü ötürmə özəlliyi var. Ekran işığını qaldırıram ki, oyun performansında işıqlı ekranda oynayım. Ekran yenilənmə tezliyini buradan qaldırırsınız. 120 Hz kimi dəstəkləyir. Cihaz qorunmasında üz və barmaq izi kilidi mövcuddur. Batareyanın faiz göstərilməsini buradan düzəldirsiniz. Qısa yollar və jestlər digər Honor modelləri kimidir. Oynaq ilə toxunduqda ekranda başqa özəllik işə düşür. Smartfonu söndürmək istəsəniz, səs çoxaldan düymə ilə güc düyməsinə eyni anda çıxın. Bu qayda ilə söndürə bilərsiniz. İkinci profil özəlliyi bu smartfonda yoxdur, lakin əkiz proqram yarada bilirsiniz. Sistem naviqasiyası 3 düymə mənə daha rahat gəldiyi üçün bu formada saxlayıram. Ekran eyni anda 10 barmaq toxunuşunu dəstəkləyir. Cihaz sensorlarında çatışmamazlığın olduğunu vurğuluyum. Yuxarıda olan işıq sensoru budur. Ekrana aydınlatmanı oradan verir. Kompası yoxdur. Yaxınlaşma sensoru X6C'də var. Bunda isə virtualdır. Yəni jest olmasa işləmir. Təəssüf ki, jiroskop dəstəyi də yoxdur. Antutu benchmark nəticəsi ortadır. Geniş bucaq çəkiliş kamerası təəssüf ki yoxdur. 3x yaxınlaşma var. Bu da əsas kameranın sayəsindədir. Video çəkiliş həm arxa, həm də qabaqda Full HD 30 FPS-i dəstəkləyir. Eyni anda hər iki kamera ilə çəkiliş özəlliyini daşıyır. Makro kamera isə yoxdur. Keçək performansa. Batareya 41%'dir. 10 dəqiqəni qoşub PUBG oyununa daxil oluram. Honor X7D gücünü 6 nanometrli 800 nömrəli Qualcomm Snapdragon 685'dən alır. Videoqrafik yaddaş Adreno 610'dur. RAM 6-8, daxili yaddaş 128 və 256 GB ilə istehsal olunur. Batareya həcmi 6500 mAh-dır. Yüksək batareya sahibdir. Oyun qrafikində yenilik gəlib. Bu parametri seçdikdə oyun 60 FPS-də oynanır. Orta qrafikdə 30 FPS-dir. 60 FPS edib oyuna davam edirəm. Oyun təcrübəmi izləyə bilərsiniz.
10 dəqiqə tamamdır və 60 FPS-də cəmi 2% batareya sərf etdi. Yaxşı nəticədir. Honor X7D'nin əsas kamerası 50, dərinlik 2 və ön 8 megapikseldir. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Arxa və ön kamera Full HD 30 FPS video çəkişi dəstəkləyir. OIS və AIS olmadığı üçün əsmərin olması normaldır. Honor X7D modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır və videosu 8 dəfə yaxınlaşır. Münasib qiymətə dözümlü və batareya cəhətdən üstün smartfon istəyirsinizsə, Honor X7D uyğun seçimdir. Videonun sonuna gəldik. Qiymətini tarixə görə qeyd etmişəm. Növbəti videolarda görüşənədək.